Salam, məntiqdən qəbula təkrar düşə biləcək sualların 3-cü hissəsi ilə davam edirik. Ən birinci ekranımızda belə bir sual görürük. Bu sual 2017 və 2020-ci ildə qəbulda olub. Yenə bu il təkrar imtahanda ola bilər. Yəni 2020-ci il deyəndə sonuncu ilin qəbul sualıdır bu sualımız. Və keçən il qəbula düşübsə bu il düşərmi? Bəli, elə də qəşəng düşər ki, əvvəlkilərdən də dəfələrlə şahidi olmuşuq ki, bir dəfə qəbula düşən suallar elə birə-bir növbəti ildə də imtahanda olub. Ona görə yaxşı bir şəkildə baxırsınız bu suala. Deməli, görürük ki, şərtdə yazıb ki, A və B anbarları var bizdə. A anbarının hissəsi, B anbarının hissəsi. Və burada meyvələr verilib, meyvələrin də kütlələri, faizləri göstərilib. Məsəl üçün, almanın görürük ki, qarşısında bu hissədə kütləsi yazılacaq, biz tapmalıyıq. Amma faizi verilib 24%. Sonra armudun kütləsi var, faizi yoxdur, biz tapmalıyıq. Bananın kütləsi var, faizi də var, düzdür? Eyni şəkildə baxıram portağala. Portağalda kütlə də yoxdur, faiz də yoxdur. Ərikdə kütlə yoxdur, faiz var. İndi bu məlumatlardan istifadə edib biz boşluqları özümüz dolduracağıq. Bu A anbarı idi. Eyni şəkildə B-yə də baxsaq, B-də də məsəl üçün almanın kütləsi 40-dır, faizini bilmirik. Armudun kütləsi bilinmir, faizi ümumi faizin 35 qədəridir. Oldu. İndi digərlərini artıq demirəm, birbaşa gəlirəm sual hissəsinə. Yazıb ki, bizdə A anbarında neçə kiloqram portağal var? Görək indi A anbarında neçə kiloqram portağalımız var imiş bizim. Başladım. Belə ilk baxışdan dəhşətli bir sual kimi görsənsə də, əslində biz bir çox şeyi tənasübdən tapa bilirik burada. Məsəl üçün, baxın, AC ilə buranı götürsək. Görürsünüz, 2 dənə ədəd vardı ya burada. Tez gəldim bu hissəyə. Buranı götürsək, yazarıq ki, 125 kiloqram banan bizdə 25%dirsə, 80 kiloqramlıq armud da x faizdir. İndi tənasübü həll edəndə nə edirik? X bərabərdir. Çarpaz vuruq da bunları bir-birinə. 80 vurulsun 25 bölünsün 125. Oldu? Yəni x-la çarpaz olanı məxrəcə yazacaqsınız, digərlərinə vurub yuxarı yazacaqsınız. 25 ilə 125-i ixtisar elədik. 5 qaldı. 80-i 5-ə böldük. Oldu 16. Tapdıq ki, nəymiş? Bizim armudumuzun faizi 16 imiş. Silirəm buranı, yazıram faizə 16. İndi silib qutara bilsəm. Götürdüm, yazdım bu hissəyə 16. Hətta istəsəydiniz təbii ki, siz buradan başlamazdınız, buradan başlayardınız. Bu sizdən asılıdır. Yazardınız ki, 125 kiloqram 25%dirsə, x kiloqramda 10%dir. Yenə bu tənasübü həll eləyib, x-i tapıb əriyin kütləsi nə qədərdir yazacaqsınız. Eyni şəkildə, görürsünüz, yuxarı ilə də müqayisə eləyə bilərsiniz. Bura ilə buranı. Yazarsınız 125, 25%dirsə, x kiloqram 24%dir. Almanın kütləsini tapmaq istəyirsinizsə. Yəni, oraları qalır sizə. Mən amma indi biraz daha sürətli, məntiqi bir şeydən istifadə edirəm. Əslində, eyni şeydir. Sadəcə sürətli cədvəli doldura bilirəm. Necə doldururam? Baxın, uşaqlar. Görürük ki, 25 faizimizi 125-dən müqayisə eləyəndə faizimizə nəzərən bizim kütləmiz 5 dəfə çoxdur, düzdür? 25-i neynəsək 125 alındıra bilərik? 5-ə vursaq, düzdür? Və yaxud da eyni şəkildə belə də deyə bilərik. Planşetimiz donmuşdu. Deməli, indi baxın, görürsünüz, 25%-i almaq üçün kütləni nə etməliyik? 5-ə bölməliyik. 125-i 5-ə böləndə 25 edir də. Buradan məntiqlə nəticə çıxarırıq ki, deməli, bizim kütləmiz 5 dəfə böyükdür faizimizdən. Ona görə kütləni 5-ə böləndə 25% alıbsa, mən də qalxaram burada. 80-i, yenə kütləni 5-ə bölərəm, yazaram bura 16. 85-ə bölündə 16 edir. Görürsünüz, bayaq da elə 16 tapmamışdıq ki, elə tənasüb dediyimiz şey budur da, neçə dəfə misli qədər böyük olduğunu tapmaqdır. Başqa bir şey deyil ki. Oldu. Ona görə görürsünüz, buranı bildim 16. İndi sonra qalxdım yuxarıya. Biz dedik ki, kütlə faizdən 5 dəfə böyükdür. Deməli, biz faizi 24-ü 5-ə vursaq, bura olacaq 120. Görürsünüz, sürətli bununla tapdıq. Bir də bir kənardan 80-16-ya, nə bilim, 24x-a filan uzun-uzadı şeylər yazmadıq. Sonra aşağıda fikir verin, bura 10-dur. Faizdən neçə dəfə çox idi kütləmiz? 5 dəfə, düzdür? 10-u vurduq 5-ə, nə olmuş oldu? Olmuş oldu 50. Görürsünüz, fikir versəniz 10 vur 5, 50. 25 vur 5, 125. 16 vur 5, 80. 24 vur 5, 120. Hamısı var. Bəs portağalı necə tapacağıq? Portağalı tapmaq üçün heç olmasa bunlardan birini bilməliyik ki, digərini tapaq, düzdür? Fikir verin, buranı hər halda özümdən ata bilmərəm. Düşünürəm ki, buradan tapmaq daha rahat olar. Çünki faiz 100-ə tamamlanmalıdırsa,
24 ilə 16-nı toplayanda 40, üstünə 25-i gəldik 65, üstünə 10-u gəldik. Oldu 75. 100 olmağı üçün nə çatışmır? 25 çatışmır. Düzdür? Bugün götürdük, yazdıq bu hissəyə 25. Oldu. Və bu 25-i buraya yazan kimi nə görürük? 25%-ə 125 uyğundursa, yenə elə 25%-ə nə uyğun olacaq? 125. Yəni 25-i 5-ə vurub 125, yəni 25-i 5-ə vuranda yenə 125 eləmiş olacaq. Fikir verirsə, mən buradakı cədvəli qəşəng tam doldurdum. Mənə nə lazım idi? Portağalı tapmaq. A anbarında neçə kiloqram portağal var? 125 kiloqram. Qutardı, getdi. Doğru cavabımız oldu D variantı. Bunu bildik. Keçdi indi B anbarını soruşacaq böyük ehtimal növbəti sualda. Əgər A anbarındakı əriyin miqdarı, bunu artıq mavi rənglə həll edəcəm ki, suallar bir-birindən ayrılsın. Əgər A anbarındakı əriyin miqdarı, baxın bundan gedir. A anbarındakı əriyin miqdarı, faizi demədi ki, miqdarı dedi. 50 kiloqram yəni. B anbarındakı bananın miqdarına bərabərdirsə, B anbarındakı bananın miqdarına bərabərdirsə, yəni götürüb burada nə yazmalıyam? Kütləsini yazmalıyam da. Düzdür? Yəni yazmalıyam 50 kiloqram. Görürsünüz, yenə təkrarlayıram. A anbarındakı əriyin miqdarı B anbarındakı bananın miqdarına bərabərdirsə. Əla, bu oldu. Davamını oxuyuram. Görürsünüz, xırdalayıram sualı. Bərabərdirsə, siz bütöv oxuyursunuz, deyirsiniz, ay vay, getdi bu sual. Bu nə cümlədir, başa düşmədim. Təbii ki, başa düşməzsiniz. Yəni, B anbarındakı meyvənin neçə faizi almadır? Bundan sonra nəyi soruşur? B anbarındakı meyvənin neçə faizi almadır? Yəni, biz buranı tapmalıyıq. Yəni, buranı görək necə taparıq? Əvvəlki cədvəl daha rahat idi, düzdür? Heç olmasa bu sətirdə yanbayan 2 dənə ədəd var idi. Bu ədədləri müqayisə edən kimi digərlərini tapa bilirdik. İndi nəyi ilə müqayisə edəcəyik? Əsl məntiq burada başlayır. Baxın, biz bilirik ki, bizim bütöv faizimiz 100-dür. Düzdür? 100-ə tamamlamalıyıq. İndi fikir versəz, ümumi faizimiz 100-dürsə, 100-ündən nələr məlumdur? 35 ilə 25 məlumdur. 35 ilə 25-i toplayanda eləyir 60. 100-ündən 60 faizi. Fikir verin, 60 faizi. Bura, bir də buradırsa, düzdür? Deməli, yerdə qalan 40 faiz aradır. Bura dairələdiyim bu hissələr. Düzdür? Yeni təkrarlayıram, 100 faiz olmalı deyildi. 100-dən 35 və 25-i toplayanda 60 yerdə çıxdıq. Qaldı 40 faiz. Oradan bildik ki, yerdə qalan bu dairəli hissələr 40 faizdir. Ona görə baxın, yazıram 40 faiz. 40 faizlik hissənin kütləsini bilə bilirəm də mən. Görürsünüz, buradır. Bütöv 40 faiz deyil. Bəs bu 40 faizlik hissə bütöv neçə kiloqram təşkil edir? Nə qədərdir miqdarı? 40, 50, 70. Toplayanda 160-dır miqdarı. Düzdür? Ona görə baxın, yazıram 40 faizə neçə kiloqram kütlə uyğundur? 160 kiloqram kütlə uyğundur. 160 kiloqram. Bəs bizə nə lazım idi? Bizə, baxın, almanın faizi lazım idi. Düzdür? Almanın kütləsini bilirik. Yazarıq kiloqramın altından 40 kiloqram. Düzdür? Faizini tapmalıyıq. Faizini yazarıq x. İndi x bərabərdir. Neynirəm? Çarpaz vururam. 40 vurulsun 40 bölünsün 160. Oldu. Bu sıfırla bu sıfırı attım. 40-ı 4-ə vuranda 160, 16-ya böləndə oldu 10. Oldu. Deməli, almanın faizi nə qədər imiş bizdə? Olmalıymış 10. Ona görə götürüb almaya rahat-rahat bura. Baxın, silirəm. Yazıram 10. Fikir verin. Bunu belə yazandan sonra cavabımız hazırdır onsuz da. Görürsünüz, cavab Y variantı. B anbarındakı meyvənin neçə faizi almadı? Burada L yox, almadı olmalıdır. Oldu. Neçə faizi almadı? 10 faiz almadı. Hətta bundan sonra bir çox şeyi də tapmaq olur burada. Görürsün ki, bayaqki məsələ 10-u 4-ə vuranda 40 eləyir. Düzdür? Buradan da elə sürətli cavab tapa bilərdik. Fikir verin. 40-ı 4-ə vurub 160 alırsa, burada da x neçə olmalıdır ki, 4-ə vuranı 40 eləsin? 10 olmalıdır. Birbaşa onu da belə də tapa bilərdik. Oldu. Fikir verin. Burada artıq digərlərini rahat tapmaq olar məsələn. 10-u 4-ə vurub 40, 35-i 4-ə vuranda oldu neçə? 140 oldu. Ondan sonra məsəl üçün burada neçədirsə 4-ə vurub yazıb 50, 12,5 məsəl üçün artıq bunları yazmıram. Əsas bizə lazım olan cavab idi. Yəni, qısacası doldurmaq istəsəz belə dolduracaqsınız. Sadəcə artıq növbəti sualın nə olduğunu bilirəm deyə, bilirəm ki, onsuz da yeni məlumatları verəcək deyə bizdə şərtləri bir-birinə qarışdırmaq olmaz. Qısacası A anbarındakı, daha doğrusu B anbarındakı almanın faizini istəyirdi. 10 faizimizi tapdıq, bəsimizdir. Gəldi indi bura. Növbəti sual. Əgər A anbarındakı portağalın miqdarı B anbarındakı bananın miqdarının yarısı qədərdirsə,
Görürsünüz, fikir versə əvvəlki sualda olan bu cümlə yalnız və yalnız bu sual üçün idi. Əgər A anbarındakı əriyin miqdarı B anbarındakı bananın miqdarına bərabərdirsə. Ancaq o sual üçün keçərli idi deyə buranı silirəm. Görürsünüz, ləğv elədim. Oldu. Fikir verin, ləğv elədim. Qayıtdım yenə ən başa. Oldu. Görürsünüz, fikir verin. Burada verilən məlumatlar əsasında, cədvəldə verilən məlumatlar əsasında verilib deyə, bu ədədlər tapılıb deyə. Bunları silmirəm. Yəni, bunlarda heç bir səhvlik yoxdur. Oldu. Buradakı bu sualda əlavə olmuş məlumatlar deyil ki, bu məlumatlar. Cədvəlin özünün əsas ana məlumatlarından çıxan ədədlərdir. Ona görə bunları silmirəm. Amma burada tapdığım məlumatlar, görürsünüz, ikinci B anbarındakı məlumatlar, bizdə, buradakı məlumatlar. Sırf ikinci sualdan gəlir deyə onu ləğv elədim. İkinci sualın cavabı var bizdə. Gəlir növbəti sual. Əgər A anbarındakı portağalın miqdarı, tez baxıram, bu səfər yaşlı rəngdən istifadə edeyim. A anbarındakı portağalın miqdarı, yəni 125 kiloqram. Nə deyir? B anbarındakı bananın miqdarının yarısı qədərdirsə, B anbarındakı bananın miqdarının yarısı qədərdirsə. Görsə, əvvəlki şərti silməsəydik, bura bayaq 50 yazmışdıq da, düzdür? Aləm dəyəcəkdi bir-birinə. Deyir ki, A'dakı portağalın miqdarı B'dəki bananın yarısı qədərdirsə. Deməli, B'də banan nə qədərdir? 250-dir ki, 125 yarısıdır da. Yarısı qədərdirsə, deyir, B anbarında neçə kiloqram ərik var? B anbarında neçə kiloqram ərik var? Görürsünüz, bu hissəni tapmalıyıq. Bu səfər əriyi tapmalıyıq. İndi yenə bayaqki kimi yazmayacağıq ki, eyni şeydə düzdür. Fikir verin. Gəldim. Bura ümumi 100%-ə tamamlanmalıdır. 35 ilə 25 bir yerdə 60% eləyir. Onda deməli, bu boşluqlar, dairəyə aldığım boşluqlar bir yerdə 40%-dir. Yazıram 40%-ə uyğun kütlələri. 40, 250 və 70-i toplayanda eləyir 360. 250-nin üstünə 40 gəldik, 290, üstünə 70 gəlir, eləyir 360 kiloqram. Yazdım, 360 kiloqram. Bizdən nə istəyir? Əriyi istəyir. Düzdür? Əriyi tapmaq üçün əriyin məlumatları olan hissəyə baxmalıyam. Əriyin faizi var, 25. Faizin aşağısından yazacağım. Düzdür? Kütləsi yoxdur, elə biz bunu tapmalıyıq. Kütlənin aşağısına x yazacağım. Qalır bunu sadəcə hesablamaq. Sürətdə hesablamaq istəyirsə, 40-ı 9-a vuranda 360 eləyir. 25-i də 9-a vuranda eləyəcək 225 kiloqram. Addım-addımla tənasüb formasını həll eləyə bilərsiniz. Çünki bəzən burada elə ədəd ola bilər ki, yəni siz düşünə bilməzsiniz 40-ı nəyə vuranda həmin ədəd alınır. Ona görə qarşılaşa bilərsiniz. Ona görə addım-addım yazıram. X bərabərdir. 25 vurulsun 360 bölünsün 40. 0-dan bu 0 getdi, 36-nı 4-ə böləndə 9. Görürsünüz, 9 vurulsun 25 oldu 225 kiloqram. Yəni uyğun olmuş oldu. Üçüncü sualda da doğru cavab Y variantı. Bununla da axır ki, bu cədvəlin izahını bitirmiş olduq. Keçdik. Görüm düz keçdimmi? Aha, növbəti sual gəlir bizdə. Bu sual sizin yaralı yeriniz. Bu sualları mən məsəl üçün fərqli-fərqli nəqdər qaydalarından istifadə edirəm, izah edirəm. İndi dərsin keçəndə də görəcəksiniz. Amma bu yetərli olurmu uşaqlar? Mən sizə yalan deməyim, olmur. Çünki bəzi şeylər var ki, həqiqətən təsəvvür məsələsidir, vərdiş məsələsidir. Bunları siz özünüzdə inkişaf elətdirə biləcəyiniz qədər bəzi şeyləri görə biləcəksiniz. Yoxsa elə çətin deyərək, gileylənərək qalacaqsınız. Ona görə inkişaf elətdirməyə, vərdiş elətdirməyə başlamalısınız. Bir də bu suallarda çox elə fiqurun formasını falan dəyişib ora-bura dürtməyə çalışmayın, xahiş edirəm. Oldu? Siz götürüb çox vaxt fiquru necə gəldi ora-bura dürtürsünüz. Amma bunların forması dəyişməz. Oldu? Böyüdüb deformasiyaya uğrada bilmərsiniz, böyüdüb kiçildə bilmərsiniz. Variantlardan birindən kəsilmiş fiqurlardır bunlar. İndi həll eləməyə çalışsaq. Məsəl üçün, buradakı bu üçbucaq hara gedib yerləşə bilər? Məsəl üçün, C variantının deyə bilərsiniz ki, yuxarı hissəsinə. Yuxarı hissəsini ayırsaq, axı bunun forması ilə bu yazığın formasına baxın. Bu gömbuldur, bu arıqdır. Düzgün gəlmir, düzdür? Ona görə C variantının yuxarı hissəsinə olmaz. Yan hissəsini düşünsək, məsələn, deyək ki, yan hissəsini düşündüm. Yəni, haradasa bənzədi deyək ki, lap razılaşdım sizlə. Bəs bunu bura yerləşdirdik. Bu sanki bir simetrik fiqurdur axı. Bunun sağına yerləşdirsə bu fiqur. Bəs bu sol tərəfinə nə yazıq yerləşdir, nə yazıq fiquru yerləşdirəcəyik? Düzdür, deyə də bilmədim. Oldu? Nə yerləşdirəcəyik? Bilmirik. Düzdür? Ona görə baxın, C də sanki məcbur eləmiş kimi oluruq. Əsas gözə görsənən deyilən Y variantıdır burada. Bir, D-yə yerləşdirmək istəyə bilərsiniz. Deyərsiniz ki, belə olsun. Belə olsa böyük olur.
Belə olsa deyək ki, hardasa uyğundur. Belə olsa hardasa uyğundur deyək. Oldu? İndi belə olsa bundan sonra bəs bu fiqurları nə edəcəksiniz? Siz götürüb belə edirsiniz böyük ehtimal. Belə bir vəziyyətdə yerləşdirməyə çalışırsınız. Buna fırladıb deyək ki, bir nömrəli fiqur. Yerləşdirirsiniz bura. Amma baxın bunun bu hissələri bizdə düz bucaqdır axı. Bu düz bucaqdırsa bunları biz belə yerləşdirə bilmərik axı. Ona görə D variantını da mən düşünmürəm, qalmıram üzərində. Fikir versə elə buradakı düz bucaq məsələsindən istifadə edəcəm. Düz bucağı olan neçə dənə fiqur var? Fikir versəz, əsas bizdə 2 dənə fiqur var. Biri B variantıdır, digəri Y variantıdır. Sual dayanmış olsa yerində. Çəkib göstərəcəm. Baxın, biri B'dir, biri də Y variantıdır. Oldu 2 dənə variant var düz bucaq olan. Sadəcə bunun üç bucaq kimi hissələri yoxdur deyə mən ora ilişib qalmıram. Sizdən olsa siz düzü götürüb bu kənarlarına da həmin üç bucağı falan belə yerləşdirərsiniz bu variantların bu formada. Amma yenə təkrarlayıram, məcbur eləməyin. Sadə şeylərdir. Biraz rahat şeylər düşünün bunlarda. Görürsünüz, iki variant arasında qaldım. Amma üç bucaq bu B-yə yerləşmir deyə düşünürəm ki, üç bucağı elə ən yaxşısı Y-yə yerləşdirməkdir. Belə yerləşdirməyəcəm. Belə yerləşdirsəm böyük olur. Buradakı böyük alınmış olur. Ona görə fikir verin indi. Götürürəm. Baxın, birazca buralardan. Bu formada yerləşdirirəm. 2 nömrəli fiqur burada. Oldu. Sonra davamında digərlərini yerləşdirmək istəsək. Bu olsun 3 nömrəli fiqur. Olduğu kimi, görürsünüz o tərəf fırlatmadım ki mən. Fırlana bilər təbii ki, amma bu salda olduğu kimi gətirdim. 3 bura, bu da olsun 4. 4 də gəlsin bura. 4 də gəldi. Dayandı burada. Onda bir nömrəli fiqur harda olacaq? Bir də gəlib fırlanacaq baş aşağı. Dayanmış olacaq Y variantında. Nə oldu yəni doğru cavab? Olmuş oldu Y variantı. Yəni fikir versə başqa ilə qeyri-adi bir şey eləmədim. Burada da götürüb çəkə bilərsiniz. Oldu. Bu formada çəkirsiniz, gəlib olmuş olur. İndi mən burada biraz bunu arıq, bu kök formada çəkmiş ola bilərəm. Oldu. Deməli olmalıdır bu sualda Y variantı. Tullandıq növbəti suala. 2017-ci ilin qəbul sualıdır bu da. Sonra gəldik bu sualımıza. İndi məncə bunu rahat yazmış ola bilərsiniz. Üst-üstə yerləşdirsək şəkilləri. Görürsünüz, baxın 1, 2, işarəliyim, bir də üst-üstə çəkməyim. 1, 2, 3. Ortaq düşən hissələr nədir? 1 ilə 2-dir. Düzdür, ona görə 1 ilə 2 ortaq düşür deyə oraları x deyib. Oldu. Yenə kvadratın yuxarısı 1, yuxarısı 1. Sağı 2, sağı 2. Görürsünüz, bu ortaq düşən hissələr nə oldu? X-dandır. Amma digər hissələr, fikir verin, olsun 3 ilə 4. Bunlar üst-üstə düşmürlər deyə, görürsünüz, biri bu tərəfdə olduğu yerdədir, biri də yenə qaranın altında olduğu yerdədir. Onlar artıq x-lamağa ehtiyacımız yoxdur. İndi bu iki şəkildən üst-üstə düşən hissələrə baxmış olsaq, üst-üstə düşən nədir? Qaranın yuxarısı hər ikisində var. Düzdür? Qaranın aşağısı hər ikisində var. Və üst-üstə düşəcək hissələr bu hissələr olmuş olacaq. Oldu. Ona görə baxırıq ki, bizdə 2 dənə x olmalıdır. 3x var, 3x var, 3 dənə x var. Bunları birbaşa ilə sürətdə atıram gedir. Eyni şəkildə baxın, burada da 3x var. Elə birbaşa cavab olmuş olur B variantı. Elə buna da diqqətlə baxanda birbaşa gəlib cavabı tapmaq olur. Üstə çəkirsiniz sadəcə. Oldu. Absirsə götürüb belə bir çək edə bilərsiniz. Görürsünüz, bunu da götürdük. Çəkmiş olduq. Oldu B variantı. Sonra gəldik, keçdik növbəti suala. Yazılıb parazit, askarid. Parazit başqa bir canlının, məsəl üçün, öz bədənində, onun içərisində həyat yaşayan hər hansısa bir canlıya deyə bilərik. Məsəl üçün, insan bədənində qurtlar. Oldu. Məsələn, bunlar parazitlərdir. Aslı bir həyat yaşırlar, düzdür? Həyat içərisində həyat. Deməli, ona görə askarid parazitlərdən biridir. Adıdır sadəcə. Paltoda geyimlərdən biridir. Ona görə olmalıdır Y variantı. Çox qalmıram bu sualda. Gəldik növbəti sualımıza. Eyni universitetdə təhsil alan Aytən, Bəhram, Ceyran, Rauf və Eldar adlı tələbələrdən 4-ü İngilis sözünü eşitdik. Test bankınızın sualı da özdə. İngilis 4-ü. 1, 2, 3, 4. Sonra 3-ü Fransız. 1, 2, 3. İkisi Rus. Yazdıq Rus. 1, 2. Biri də Alman dilini bilir. Bir nəfərə də yazırıq Alman dili. İndi baxsaq, neçə nəfər var idi? 1, 2, 3, 4, 5. İndi dillərə baxın. 1, 2, 3, 4, 5, 6, 4 dənə də bu. Neçə dənə deyir? 10. 5 nəfər var, 10 dənə dil var. Elə davamında da şərtdə yazıb ki, hər tələbə 2 dil bilir. Oldu.
Sonra fransız dilini bilənlərdən biri qız, ikisi oğlandı. Gəlirəm yazıram, fransız dilini bilənlərdən biri qızdır, qız. İkisi ama oğlandı. Buraya yazıram ki, gözümün qarşısında olsun. Birbaşa yapıştıra bilim bura. Sonra davamında 2 dənə cümləmizdən məlumatımız oldu. Bəhram Eldarla yalnız ingilis dilində danışa bilir. O demək deyil ha, bunlar ancaq ingilis dilini bilirlər. Sadəcə Bəhram Eldarla yalnız ingilis dilində danışa bilir. Mən məsəl üçün sizlə yalnız hansı dildə danışa bilirəm? Azərbaycan dilində. Amma o demək deyil ki, mən başqa bir dil bilmirəm. Bəlkə bilirəm, sizin xəbəriniz yoxdur. Və yaxud da mən sizlə yalnız Azərbaycan dilində danışa bilirəm. Bu düzgün bir söhbətdir, düzdür? Amma bilmirəm ki, siz bəlkə rus dili bilirsiniz, ingilis dili bilirsiniz. Məlumatım yoxdur, düzdür? Bu o demək ki, bu cümlə o deməkdir ki, Bəhram Eldarla yalnız ingilis dilində danışa bilirsə, bunların ortaq bildikləri dil ingilis dilidir. Yoxsa Bəhram da Eldar da şərtdə verildiyi kimi ikisi də hər biri 2 dil bilirlər. Oldu. İndi Bəhram Eldarla yalnız ingilis dilində danışa bilirsə, tez götürürəm, yazıram bura. Bəhram, bir də Eldar. Görürsünüz, bunların bildiyi bir dənə dil artıq dəqiq məlumdur. Oldu. Aytən və Rauf deyir, eyni dilləri bilirlər. Deməli, Aytənlə Raufu biz mütləq nə edəcəyik? Eyni yerlərə yazmış olacağıq. Oldu. İndi gəldim, elə bu cümlənin köməyi ilə mən bəzi şeyləri təxmin edə bilirəm. Fikir versək, bizdə oğlanlar kimlərdir? Raufdur, Rauf. Bəhramdır, Bəhramdır. Bir də Eldardır. Düzdür? 3 dənə oğlan var. Başqa oğlan yoxdur ki. İndi fransız dilini bilən 2 dənə oğlan adı yazmalıyıq bura. Eyni anda sizcə Bəhramla Eldarın adını buraya yaza bilərik biz? Yazanmarıq da, çünki yazmış olsaq, ona Bəhram Eldarla fransız dilində də danışmış olacaq. Axı şərtdə yazıb, Bəhramla Eldar ortaq bildikləri dil yalnız ingilisdir. Çünki bunlar yalnız ingilis dilində bir-birlərini başa düşürlər. Deməli, bunlar başqa bir yerdə ikisi də eyni anda yazıla bilməzlər. Ona görə məntiqlə mən buradan düşünürəm ki, bu 2 dənə oğlanın yerinə eyni anda Bəhramla Eldarı yaza bilmirəmsə, bu oğlanlardan biri 100% kimdir? Raufdur. Oldu. Biri Raufdur, digəri artıq ya Bəhramdır, ya Eldardır. Bununla bağlı dəqiq bir məlumatım yoxdur. Oldu. Ona görə məsəl üçün fərqi yoxdur. Ya Bəhram yazarsınız, ya Eldar. Amma dairəyə alıb yanına bir dənə ox işarəsi qoyun ki, bunun yeri artıq dəqiq deyil. Oldu. Sonra davamında Raufla bizim Aytənimiz eyni dilləri bildiyinə görə, düzdür? Aytən qızımızı hara yazırıq? Yazırıq bu fransız dilində düz yuxarıya. Çünki eyni dilləri bilirlərsə, Rauf hardadırsa, Aytənin yeri də oradır. Oldu. İndi bundan sonra Aytənlə Raufu başqa bir yerə də yazmalıyıq da biz. Eyni dilləri bilirlər axı. Hər halda Almanda bir dənə yer var. Götürüb Aytənlə Raufu oraya yaza bilmərəm. Düzdür? Qalır indi ya Rusa yazacağam, ya da İngilisə yazmış olacağam. İndi götürüb Rusa yazsam, görüm düz olur, yoxsa yox. Əgər Aytənlə Raufu Rusa yazmış olsaq, Aytən və Rauf. Görüş götürdüm, yazdım Rusa. İndi bura qədər gəlmişəm, bir dənə istəyirsə saxlayın cavabı deyim, sonra keçim. Nəyə görə? Çünki baxın, biz Bəhramın yerini dəqiq bilmədik də, düzdür? Və yaxud da Eldarın yerini dəqiq bilmədik. Buradakı oğlanlardan biri ya Bəhramdır, ya Eldardır. O deməkdir ki, biz bilməyəcəyik, tapa bilməyəcəyik. Fransız dilini bilən Bəhramdır, yoxsa Eldardır. Bəhram da ola bilər, Eldar da ola bilər. O deməkdir ki, artıq sualın bu yerində biz düşünməliyik ki, Bəhramla Eldarın bildiyi dillərdən biri dəqiq məlum deyil. Bu fransız dildə ola bilər və yaxud da başqa bir dildə ola bilər. Ona görə doğru cavab nədir? A variantı. Yəni Bəhramla Eldarın bildiyi bir dənə dil dəqiq tapılmayacaq. İndi davam edirəm sualın digər hissələrini doldurmağa, çünki başqa bir şey də soruşula bilər bizdən. Deməli, Aytənlə Raufu yazdıq rus dilinə. Görək düz yazmışıq, yoxsa yox. Əgər Aytənlə Raufu götürüb rus dilinə yazmış olsaq, Bəhramla Eldar fərqli dilləri bilməlidirlər axı artıq, düzdür? Götürüb Eldarı mən bura yazsam, buna dairəyə alaram, deyərəm ki, bilinmir. Eldar buradadır, yoxsa Bəhram burada. Yerlərini dəyişə bilərlər çünki. Bir dənə Ceyran qalır, onda Ceyranı gərək biz 2 dəfə ingilisə yazaq. Ceyran ingilis dilini bilir, Ceyran bir də ingilis dilini bilir. Bu da məntiqlə düz deyil də, düzdür? 2 dəfə ingilis dilini bilmək olmur, düzdür? O görə düşünürəm ki, biz götürüb Aytənlə Raufu rus dilinə yazmaqla aləmi qatmış oluruq bir-birinə. O görə fikirləşirik ki, Aytənlə Rauf harda olmalıdır? Mütləq bildikləri digər dil ingilis olmalıdır. Götürürük ona görə də Aytənlə Raufun bildiyi digər dilləri yazırıq bura. İndi belə olandan sonra Bəhram buradadır, düzdür? Eldarı götürüb bura yazmaq istəyirəm.
ki, Bəhram burada olsa Eldar Almanda və yaxud da əksinə. Onda yenə Ceyran hara qalır? Rus dilinə. Ceyran bir dəfə rus dilini bilir, Ceyran bir də rus dilini bilir, mənasız olur. Düzdür? Ona görə buranı silirəm. Fikirləşirəm ki, artıq Eldar deməli rus dilini bilmiş ola bilər. Yazın bura. Görürsünüz, Bəhramla Eldarın yerləri dəyişə bilər. Dairəyə almışam. Ceyran da 100% nəyi bilər? Almanla rus dilini. Görürsünüz, qutardı, getdi. Hamısının yeri dəqiq məlumdur. Bir dənə Bəhramla Eldar dəqiq deyil. Hansı fransızdadır, hansı rusdadır. Oldu. Deməli, Bəhramla Eldarın bildiyi dillərdən biri dəqiq məlum deyil. Doğru cavab olmuş oldu. A variantı. Keçirik indi növbəti sualımıza. Görək, növbəti sual hardadır? Gəldik bu suala. İndi qanun uyğunluğu müəyyən eləyin və sual əvəzinə hansı ədədin yazıldığını, hansı ədəd yox, burada hansı şəklin veriləcəyini müəyyənləşdirməliyik. Şərti başqa bir sualdan gəlib düşüb bunun. İndi baxsaq, diqqətlə baxmış olsaq. Baxın, buradakı birinci şəkillə ikinci şəkil bir-birinin güzgü əksidir. Necə güzgü əksidir? Ortadan bir dənə xətt çəksək, buradakı qara hissəyə baxın, güzgüyə yaxın bu qara hissə bu tərəfdə ağdır. Buradakı ağ hissələr artıq burada qaradır. Oldu. Gör, sonra ən kənardakı ağdır, ən kənardakı qaradır. Bu formada baxırsınız. Yəni sağa doğru güzgü əks edib, sonra rəngini dəyişib sadəcə. Sonra düşdü aşağıda. Eyni şəkildə burada da. Görürsünüz, ortadan bölürəm. Baxın, sanki burada belə bir tərsinə L hərfi var. Tərsinə L hərfi. Güzgüyə tərəf baxır, qaradır. Bu tərəfdə artıq fikir verin, ağdır. İndi burada bu xətt ağdır, güzgüyə baxır. Görürsünüz, artıq qaradır. Görürsünüz, bu kənar hissə qulaq ağdır, bu tərəfdə qaradır. Oldu. Güzgü əksi formasında. İndi bizə də nə lazımdır? Aşağıdakını eyni qaydalarla tapmaq. Gətirdim, ortadan xətt çəkdim. Görürsünüz, burada bu formada bir şey varsa belə. Burada da yenə güzgü əksi olmalıdır. Yəni belə olmalıdır. Sadəcə orada ağdırsa bizdə necə olacaq? Qara olacaq. Baxıram. Hardadır? D variantı. Elə sağa güzgü əksi baxın. C variantına var idi. Sadəcə C variantını neyniyib? Ortanın rəngini dəyişməyib. Rəngini dəyişəndən sonra hər bir şey birə-bir doğru olmuş olur. Yəni qapı kimi götürün bunu. Sağa doğru çevirin, bir kağıza çəkin. Ondan sonra rəngini dəyişin, D variantı alınmış olacaq. Gəldik növbəti sualımıza. İndi bu şəkildə görürük ki, dairə, dairə. Hər ikisinin ortaqdır deyə. Görürüz, bu şəkildən bu şəkli götürüb yanbayan yazıb aşağıya. X, X ortaqdır. Bu ikisini götürüb yazıb. Bunlar da ortaqdır. Nə edəcək? Bu ikisini götürüb yazmış olacaq. Sırasına fikir versək, belə bir cavab olmalıdır. Düzdür? Baxaq, variantlarda sırf belə bir variant olmadığına görə, ona görə nə etməliyik? Təbii ki, A variantını götürməliyik. Oldu. Digərlərinə baxsaq, digərləri artıq heç bir şəkildə ola bilməz. Burada da baxın, sildik. Nə oldu? Plusla A kvadrat. Deməli, doğru cavab oldu. Bu sualımızda da A variantı. Bunu da bildik, keçdik növbəti sual hissələrinə. Bu sualın üzərində çox qalmıram. Sürətli bir şəkildə demiş olacağam. Olimpiya oyunlarında iştirak edən ölkələrdən biri ABCD idman növlərinə yarışıb. Həmçinin cümlələri özünüz oxuyarsınız. Bizə deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? Test bankımızda da var bu sual. Bilmirəm, fikir vermisiniz ya yox. İndi bura diqqətlə baxanda yazıb ki, bizdə 3 qızıl medal var. Baxın, qızıl medal. 3 dənə. 1, 2, 3. Gümüş medal, gümüş. 4 dənə. 1, 2, 3, 4. Bir dənə də bürüncü medal var. Bürüncü medal, bir dənə. Götürdük, burada yazdıq 1. Oldu. Yazıb ki, A və B-nin hərəsində 1, C-D-nin isə hərəsində 2 medal qazanılıb. Lap yaxşı. Qazanılan medallardan 3-ü qızıl filan məlumatlara baxırıq. A və B-də yazılıb, qızıl medal qazanılmayıb. İndi A və B-də, baxın yazıram A ilə B-də, qızıl medal yoxdur. Deməli, A ilə B-ni qızılın aşağısına yazanmarıq. İndi qızıl yoxdursa, bunlardan ya biri gümüş, ya biri bürünc olar, ya da hər ikisi gümüş olar da, düzdür? Başqa bir ehtimal qalmır ki. İndi bir də bu cümləni gəlib oxusaq, yazıb ki, D-də qazanılan medallardan biri gümüş, digəri bürünc olarsa. Baxın, D-nin medallarından biri bürüncdürsə, bürünc medal da qutardı da artıq, bitdi, düzdür? Onda A ilə B-də 100% hansı medal olur? Gümüş medal olur. Ona belə çıxır ki, baxın C variantına. A və B-də gümüş medal qazanılıb, doğru cavabdır, qutardı, getdi. Oldu. Bu qədər sadə. Bir də uzun uzadı, baxmış olmadıq. Sonra növbəti. 3 qırmızı, 2 sarı və 2 yaşıl top soldan sağa doğru 1-dən 7-yə qədər nömrələnib. 1, 2, 3, 4, 5, 6, 7. Yenə test bankımızda var bu sual. İndi deyir ki, aşağıdakı qaydalara görə düzülüb. Qırmızı topların nömrələri ardıcıldır.
Ardıcıldırsa 3 dənə qırmızı necə olmalıdır? Yanbayan dayanmalıdır. Sarı topların nömrələri ardıcıldır. Ardıcıldırsa sarılar da yanbayan dayanmalıdır. Yaşıl topların nömrələri isə ardıcıl deyil. Yaşıl toplar ardıcıl deyilsə, mən tez buradan düşünürəm ki, yaşıl topları 2 ilə 6-ya yaza bilmərəm. Çünki məsəl üçün yaşılı deyək ki 2-yə yazdıq. Yazandan sonra ardıcıl deyil axı yaşıl. Gərək nə bura, nə də bura yaşıl yazmayım. Düzdür? Bəs belə yazmayandan sonra yaşılın sol tərəfinə mən nə yazacağam? Bu bir dənə yerə nə yanbayan 3 dənə qırmızını, nə də yanbayan 2 dənə sarını yerləşdirmək olmur. Şərtdə deyib axı qırmızı da yanbayan olmalıdır, sarı da. Ona görə düşünürəm ki, yaşılı axırdan ikinci yerə və əvvəldən ikinci yerə yazmaq olmaz. Eyni şəkildə baxın, cavabda 2 yoxdur, yoxsa 2 də düz olardı. İndi gəlirik bura. 6-cı yerə yaşıl yazmaq olmaz. Çünki bu 6-cı yerə yaşıl yazsam, yaşıl toplar deyir, ardıcıl deyil axı. 7 ilə gərək 5-ə yaşıl yazmayaq. Bəs bu boşluğa tək qalan yerə nə yazaq? 2 dənə sarı da yanbayan olmalıdır, 3 dənə qırmızı da yanbayan olmalıdır. Görürsə, heç birini götürüb, ora rahat-rahat yaza bilmirik. Oldu. Ona görə də 6-cı və 2-ci yerdə heç bir şəkildə yaşıl top ola bilməz. İstəsəz necə ola bilər? Onlara da baxaq. Görək digər variantlar düz gəlir, yoxsa yox. Məsələn, 3-ü yaşıl yazarıq. 1 ilə 2 olar sarı. Qırmızı, qırmızı, qırmızı. Burada olar yaşıl. Görürsə, 3 ilə 7-yə rahat-rahat yaşıl düşə bilir. İndi 5 ilə 4-ə görək yaşıl düşür, yoxsa yox. Məsəl üçün, yazaram bura yaşıl. 3 dənə burada yaşıl yazaram. Sarılar bura, qırmızılar bura. Görürsünüz, 4-ə yaşıl düşdü. İndi eyni şəkildə 5-ə götürdük. Yaşıl yazarıq, sarı, sarı, qırmızı, qırmızı, qırmızı. Burada götürüb yaşıl yazarıq. Görürsünüz, 1 ilə 5-ə də yaşıl düşə bildi. Amma 2 ilə 6-ya heç bir şəkildə düşə bilmir. Bu sual da getdiyinə görə gəldik, keçdik növbəti sual hissəsinə. Məntiqdən bir dənə sualımız qaldı. ABCD kvadratının təpələri, mərkəzi O nöqtəsi, radiusu 12 sm olan çevrənin üzərindədir. Radius nədir? Bizim çevrəmizin mərkəz nöqtəsindən kənara doğru olan məsafə. Görürsünüz, bunların hamısı bizdə radiuslardır. İndi ABCD kvadratının təpə nöqtələri. Təpələri mərkəzi O nöqtəsi olan. Görürsünüz, çevrənin radiusu 12 sm olan çevrənin üzərindədir. Yəni, baxın, mərkəzdən kənara qədər məsafə. Bura nə qədərdir? 12 sm-dir. Burada 12 sm-dir. Düzdür? İndi belə olanda bəziləri götürüb Pifagora filan getmək istəyirsiniz. Çalışın elə şeylər eləməyin. Burada elə qeyri-adi, çətin bir şey verilməyib əslində bizim üçün. Biz indi sahələr dərsində də görəcəyik bu sualı. Oradan da rahat-rahat biləcəyik ki, bir dənə düz bucağı 3 bucağımızda. Məsələn, deyək ki, bura 8-dir, bura 6-dır. Sahəsini tapmaq üçün nə etməliyik? Bu düz bucaqlı olsaydı, burada 8, burada 6 olacaqdı. 8 dəfə 6 sahəsi 48 eləyəcəkdi. Düzdür? İndi 3 bucaq da düz bucaqlı, 3 bucaq bir dənə düz bucaqlının yarısıdır da. 8 dəfə 6 bütöv 48-dirsə, yarısı nədir? 24-dür. 24-ü sadəcə necə almaq olar? Rahat. 8-i 6-ya vurarıq. 48, 2-yə bölərik 24. Deməli, düz bucaqlı 3 bucaqda katetləri, yəni düz bucağı əmələ gətirən tərəfləri bir-birinə vurub, sonra nə etmək lazımdır? 2-yə bölmək lazımdır. İndi mən deyirəm ki, baxın, elə burada alınan bu 3 bucaq var ha. Bu düz bucağı 3 bucaqdır deyirəm. Nəyə görə deyirəm bunu? Fikir versəz, burada ilə. Bütövlükdə, lap bu xəttləri mən bu şəkildə gətirmiş olsam. Burada bilirik ki, 90 dərəcədir. Düzdür, bütöv bizim bucaqlarımız hamısı. Kvadratda bu, düzdür, 90 dərəcədir. İndi kvadratın diaqonalı nə edir bucağı? Yarıya bölür. 90 idisə, görürsünüz 45, 45. Bunların hamısı 45 dərəcələr olur. Görürsünüz 45 dərəcədir hamısı. İndi bunlar 45 dərəcədirsə, görürsünüz buradakı 3 bucaq 45, 45, 90. 3 bucağın daxili bucaqlarının cəmi neçə eləyir? 180. Burada deməli 90 olur. Həm də bilirik ki, diaqonallar nə əmələ gətirir? 90 dərəcəli bucaq əmələ gətirir. Qısacası siz artıq belə bir şey görən kimi çevrə daxilində olan bir kvadrat görürsünüzsə, birbaşa deyəcəksiniz ki, burada əmələ gəlmiş. Baxın, əmələ gəlmiş. Bu fiqur 3 bucaq, düz bucağı 3 bucaqdır. Sadəcə sizin önünüzdə belə simetrik formada düz bucaq tərəfdən dayanıb deyə siz bunu rahat-rahat görə bilmirsiniz. Götürün planşeti, telefonu çevirin biraz. Oldu, 45 dərəcə çevirin, görəcəksiniz düz bucaq olduğunu. Oldu. Düz bucaqlı 3 bucaqla düz bucaq əmələ gətirən tərəfləri nə edirik? Bir-birinə vururuq 144. 2-yə bölürük 72. Tapırıq ki, 3 bucağın sayəsi 72-dir. Neynədim? Katetləri vurdum bir-birinə, böldüm 2-yə. 12 vurulsun 12. 144.
2-yə böldük 72. Yəni tapdıq ki, buranın sayəsi 72-dir. Bu 72-dirsə, burada 72-dir, burada 72-dir, burada 72-dir. Düzdür? Bizdən nəyi soruşur? Rənglənmiş hissənin sayəsini tapın deyir. Onda rənglənmiş hissələr 3 dənə daxı, 3 dənə üçbucaqdır. Nə etməliyəm? 72-ni vurmalıyam 3-ə, olmalıdır 216 santimetrin kvadratı. Qurtardı, getdi. Yəni təkrarlayıram. Gör, sual belə idi. Düzdür? Sual bu formadaydısa, birbaşa götürdük. Neynədik? Radius 12 santimetr deyil. Burada radiusdur, burada radiusdur. 12. Bilirik ki, düzbucaqlı üçbucaqdır. 12 vur 12, 144 böldü 2-yə 72. İndi burada neçə dənə belə üçbucaq var? 4 dənə. Bizə neçəsi lazımdır? Rənglənmiş 3 dənəsi. 1, 2, 3. 72-dirsə hamısı 72-ni 3-ə vurduq. Oldu 216 santimetrin kvadratı. Bunu da bilmiş olduq. Axır ki, indi informatika suallarına keçə bilərik. Keçdik indi informatikanın suallarına. Ən birinci görək, bu sualdır dəqiq. Yox, bu sualdır. Deməli, bu sualda yazıb ki, şəkildəki diaqramı qurmaq üçün ilk növbədə cədvəldən hansı diapazonu seçmək lazımdır. Əvvəlcə baxsaq, bu hissələrdə düzdür, biraz şəkildə yaxşı düşməyib. O baxımdan, amma məncə təxmin eləmək olur ki, burada adlar yazılıb. Görürsünüz, Fuaddır, Samirədir, sonra Firuzəyə oxşuyur. Nəsə, qısacası bunlar adlardır. Ad hissəsi hardadır bizdə? Fikir verin. Ad hissəsini ayırıram. Görürsünüz, adların yazıldığı yer buradır. Fikir versək. Oldu. Və bura hansı xanadır bizdə? Görürsünüz, 2. S2-dən başlayır da. S2-dən başlayır, düz S7-yə qədər. Deməli, adlara uyğun bir diaqram varsa, adları görürsə burada, adlar da hardadır? S2, S7 aralığında. Tez S2, S7 aralığını seçməliyik. Bir dənə də elə S2, S7 fikir versəz, D variantındadır. Deməli, S2, 2.S7, bundan da bitmir də hələ ki, düzdür? Bir də nə var burada? Baxsaq, 2, 4, 6, 8, 10. 10-a qədər heç gəlib çıxmayıb. Baxın, görürsünüz, diaqramımız maksimum 9-dadır. Düzdür? Fikir versək, bu tək rəqəmli ədədlərdən ibarət yazılar var burada. Baxıram, hər halda qrup hissəsinə uyğun qurulmaz. Düzdür? Nə ola bilər? Buradakı məsələn nömrəyə uyğun ola bilərdi. Nömrəyə uyğun ola bilərdi. Görürsünüz, A2, A7 xanası ola bilərdi. Amma o da yoxdur. Bizdə əvvəli S2, S7 olmaydı axı. Bir də hara ola bilər? Görürsünüz, bu hissə. Görürsünüz, fikir versəz bura. Həm də məsəl üçün deyək ki, Rıza səhvlənmirsə bura 7-dir. Yaxşı görsənmir. Rızaya baxın. Görürsünüz, Rızanın nəticəsi həqiqətən də 7-yə uyğundur. Deməli, buradakı qiymətlər hissəsinə uyğun qurulub diaqram. Həmin o qiymətlər hissəsinə əsasən də bura nə xanasıdır? Y2. Y2-dən Y7-yə əsasən. Y7-yə qədər olan diapazona qurulub. Deməli, bizim ümumi diaqramımız bir adlardan ibarət idi. Bir də qiymətlərdən ibarət idi. Baxdıq ki, adlar S2, S7 aralığındadır. Qiymətlər də Y2, Y7 aralığındadır. Ona görə nə olmalıdır? D variantı. Bunu bildik. Gəldik növbəti suala. Element bazasına əsasən ehimlərin inkişaf tendensiyası ardıcılığını göstərin deyə bizdən soruşur. Biz də artıq əvvəlki sınaqlardan da dəfələrlə görmüşük ki, ən birinci elektron lampalı elementlərdir. Yəni E. Sonra diod və tranzistorlar, yarımkeçirici diodlar, tranzistorlar Y, sonra integral sxemlər və böyük, çox böyük integral sxemlər, yəni 2, sonra yarımkeçirici diod və tranzistorlar 4, integral sxemlər 1, böyük və çox böyük 3, 2, 4, 1, 3 hardadır? B variantında. Bu da getdi. Sonra kompüter qrafikasının növləri və proqramları arasında uyğunluğu müəyyən eləyin. Raster, nöqtəli proqramlar. Corel Photopaint, bir də Adobe Photoshop. Yəni olmalıdır 1-ə, B-nəndir. Görürsünüz, 1-ə B-nəni tapan kimi bircə dənə variantımız qalmış olur. A variantı. Yenə davamını deyirəm. Vektorlu proqramlar. Corel şirkətinin Corel Draw proqramı oldu. Bir də Adobe-un Illustrator-ı. Oldu 2-yə A ilə Y. Bu da getdi. Bir dənə fraktal düsturlarla təsvirin formalaşdırılması, yaradılması proqramı Art Doubler. Oldu 3-ə də C variantı. Yəni oldu A variantı yekun sualımızın cavabı. Görün aşağıda. Hə, belə bir sual var. Gəldik bura. Bir də bu sualı neçə ildə o tərəf bu tərəfə fırladırlar, modellərə salırlar. Hər hansısa bir il gəlib bu qəbula düşəcək. Amma bu nə vaxt olacaq? Bunu ancaq yaşayıb görmüş olacağıq. Mən çox sevirəm bu sualı. Düşünürəm ki, artıq gəlib zamanında çıxmalıdır. Bir dənə baxım görüm arada nəsə sual ötürmüşəmmiş. Hə, burada ötürmüşəmmiş. Bir dənə qayıtdım. Bir səhifədə aşağıda yerləşmiş. Bu sualda yazdım, sonra keçib yenə o birisindən keçərik.
Deməli, ambar verilənlər bazası verilib. Deyir, verilənlərin nizamlanması nəticəsində Skyner malı haqqında yazının bir sətr aşağı enməsinə səbəb olmuş nizamlanma hansı sayı və qayda üzrə aparılıb. İndi Skynerə baxın. Skyner bizdə hal-hazırda 6-cı sətirdədir. Düzdür? İndi biz bunu buradakı yazılara görə və yaxud da burada verilən hissələrə görə hansısa bir qayda ilə nizamlamalıyıq ki, Skyner yazısı 6-cı sətirdə yox, bir sətr aşağıda 7-də olsun. Görək hansı nizamlama nəticəsində bir sətr aşağıya düşər. Gərək indi başlayaq onu hesablayaq. Məsələn, A variantını yazıb ki, miqdar sahəsi üzrə azalma. Miqdar sahəsi buradır. Bura əsasən azalmaya görə düzmüş olsaq. Baxaq, ən böyük ədəd neçədir? 45, yəni 7-ci sətr. Ən birinci gələcək 7-ci sətr. Düzdür? Sonra 45-dən sonra gəlir ən aşağı 34, 35 daha doğrusu 8-ci sətr. Yazdıq 8. 35-dən sonra 34. Azalmaya görə gör, çoxdan aza düzürəm. Azalma o deməkdir. 34. Oldu. 34 neçənci sətr? 3-cü. Götürüb 34 yazacağım. 3-cü. Oldu. 34-dən sonra gəlir, baxırıq 27. 2-ci sətr. 27-dən sonra 20 gəlir. 1-ci sətr. 20-dən sonra 16 gəlir. 6-cı sətr. Sonra 16-dan sonra 10 gəlir. 5-ci sətr. Və ondan sonra 9 gəlir. 4-cü sətr. Və 9-dan sonra 5 gəlir. Neçənci sətr? 9-cu sətr. İndi Skynerə baxın. Skyner bizdə bayaq haradaydı? 6-cı sətirdəydi. Düzdür? İndi fikir verin yenə. 1, 2, 3, 4, 5, 6. Yəni yer dəyişməni bu şəkildə eləsək, yenə də elə 6-cı sətirdə olacaq. Nəticədə bir vahid aşağıya düşmədi ki. Düzdür? Deməli, A variantı cavab deyil. Biz elə bir artmadan, azalmadan istifadə eləməliyik ki, bunların yerini dəyişəndə nəticə etibarilə Skyner yazısı nə olsun? Əvvəlkirindən bir sətr aşağıda olsun. Miqdar sahəsi üzrə azalmaya görə olmadı. İndi artmaya görə düzəndə biz bunun tərsinəsini düzəcəyik də, düzdür? Yazacağıq artıq 9, 4, 5, 6, düzdür? 1, 2, 3, 8, 7. Fikir verin, belə olanda da Skyner əvvəl 6-cı sətri idisə, indi baxın 6 harda yazılıb? 1-ci, 2-ci, 3-cü, 4-cü sətirdə. Artıq 2 sətr yuxarıya qalxdı. Deməli, miqdar sahəsi üzrə nə azalma deyil, nə də artma deyil. Oldu. Ona görə götürdüm. Buraları silim. A ilə Y variantını atdım, getdi. İndi qiyməti sahəsi üzrə düzürəm. Qiyməti sahəsi üzrə azalma və yaxud da artma. İkisindən birini yazın. Birbaşa ilə doğru cavabla yazdım ki, çox beynimiz qarışmasın. D variantı. Qiyməti sahəsi üzrə artma. İndi artmaya görə düzmüş olsaq, qiymət sahəsinə, yəni bura baxırıq, bu sütuna baxırıq. Ən kiçik olan baxsaq 120-dir. Düzdür? 120 manat deyək ki. Baxın, görün, başqa kiçik yoxdur ki, yoxdur, yox. 120 manat. Birinci deməli artmaya görə düzəndə bu gələcək. Sonra 220 manat gəlir. Yəni ikinci sətr gəlir. 220 manatdan sonra 370 manat. 7-ci sətr gəlir. 370-dən sonra 670, yəni 9-cu sətr gəlir. 670-dən sonra 820, 8-ci sətr gəlir. 820-dən sonra 850, 4-cü sətr gəlir. Ondan sonra baxıram 2200, 6-cı sətr. Sonra nə gələcək? 3500, 5-ci sətr və 7000, 1-ci sətr. İndi baxaq, Skyner 6-cı sətirdə idi. İndi sayanda görürük ki 1, 2, 3, 4, 5, 6, 7-ci sətirdədir. Yəni fikir verirsə, onsuz da buradan da istənmək olurdu ki, bir sətr aşağıda yazılıb 6. Deməli, bir sətr aşağıya düşdü. Nə zaman? Qiymət sahəsi üzrə artmaya görə nizamlayanda. Azalmaya görə tərsinə düzmüş olsaq artıq bunu 1, 5, 6 gələcək. 3-cü sətirdə verilmiş olacaq Skyner yazısı. Oldu. Belə olanda 3 sətr yuxarıya qalxmış olacaqdı. Deməli, olmalıydı qiymət sahəsi üzrə artmaya görə. Malın koduna görə də artıq azalmanı filan özünüz yoxlayarsınız. Məncə belə bir problem olmamalıdır bu sualda. Deməli, oldu D variantı. Bir də siz diqqətlə özünüz baxarsınız. Mən sürətli deyirəm deyə ola bilər ki, hər hansısa bir yerini kiçik, yuxarı, aşağı filan dəyişik yazmış ola bilərəm. İnanmıram olsun, amma yenə də özünüz diqqətlə baxarsınız. Əsas 2 qaydasını bilin. Mən bu sualı az qalsın yemişdim. Görmə əvvəldə başqa bir sual filan qalmayıb. Çünki burada biraz qəribə düzülüb suallar. Nömrəsini filan görmürəm deyə bilə bilmirəm. Məntiqdən bir dənə sual yemişikmiş. Ümid edirəm ki, əvvəldə başqa bir sual yeməmişəm. Bir dənə baxım. 2 dənə sual gedibmiş əvvəldə. Vaho, 3 dənə sual. 3 dənə sual gedibmiş. Onda buradan sürətli deyim, keçim. 6 4'dür. 6, 4, 5, 3 toplayanda 18, 2'ye bölüp 9.
7, 3 sıfırlanmadı bu suallar. 2, 6, 18, 2'ye böldük 9. 8, 2, 3, 3 topladıq. 16, 2'ye böldük. Neçə olur? Mən də deyirəm, nə yaxşı tez qutaraq bu suallar. Oldu 8. Mən toplayıb 2'ye bölürmüş. Baxaq başqa bir sual qalmayıbsa. Bura. Çörək bişirilərkən unun çəkisinin 0,3 hissəsi qədər artım olur. 65 kiloqram çörək bişirmək üçün nə qədər un götürmək lazımdır deyir. Deməli, çörək bişirilərkən un özü şişir axı. Düzdür, real həyatdan da bilirik. Şişir, bişir, nə olur? Artıq kütləsində artım baş verir bişəndən sonra. Deməli, x kiloqram qədər biz un götürsək, bunun kütləsinin 14-ü qədər, unun kütləsinin 14-ü qədər artım olacaq. Yəni, 14-ü nə qədərdir? 14x-dir. Bu qədər də üzərinə gələcək, artım olub. Və nəticə etibarilə 65 kiloqramlıq çörək alınacaq. Deyir ki, elə 65 kiloqramlıq bir çörək bişirmək üçün nə qədər un götürmək lazımdır? X qədər un götürəcəyik, 14 hissəsi qədər artacaq, görürsə artımı yazdıq. Nəticədə 65 kiloqramlıq bir çörək alınmış olacaq. 1,3x bərabərdir 65 kiloqrama, x də bərabərdir 65 bölünsün 1,3. Bu da bərabərdir. Bu vergülü sağa atsam 650 bölünsün 13 deməkdir. 650-ni də 13-ə böləndə 65 ilə 13-ə böləndə 5 eləyir. Eləyir 50 kiloqram. Deməli 50 kiloqram un götürsək, baxın 50 kiloqram un. Öyrənməniz üçün sonra yoxlaya bilərsiniz. 14 hissəsi qədər artım olur. 50-ni 14-ə vurun, 14 hissəsini tapın. Görürsün nə qədər artım olacaq? 5 vursun 3, 15 kiloqram artım olacaq. Deməli 50 kiloqramlıq undan istifadə edəndə biz 15 kiloqram qədər də artım gəlir və nəticədə 65 kiloqramlıq çörək bişirmiş oluruq. Oldu. Deməli nə qədər un lazımıymış? 50 kiloqram qədər un lazımıymış. Mən yenə hər ehtimal bir əvvələ baxım. Aha, burada bütün səhifə həll olunub, bütün səhifə həll olunub. Burada gedib, burada gedib, burada gedib. Ha, burada bu sual qalıb. Deməli, bu sualda məncə rahatdır. Yəni, bax, bunu ötürmüş də ola bilərdim. Yəni, ötürmüşəm onsuz da. Yəni, ötürsəm də bir problem yoxdur, yəni. İndi nəyin üstünə 5 gəlində 8 eləyir? 16-nın. 8 dəfə 2, 16 üstünə 5 gəlində 21. Buradan daha rahat görsənirdi. Nəyin üstünə 6 gələndə 36 eləyir? 30-un. 15-i vurub 2-yə 30, üstünə 6 gəlib 36. Qısacası, nəyin üstünə nəyi gəlməliydik? Buranı 2-yə vurmalıyıq da. Bura verilməyib deyə artıq elə deyə bilmərəm. 2-yə vurduq 20, burada oldu 8. 28 eləmək üçün ikinci tərəfi 2-yə vurduq. Üstünə də sualın yerinə 8 gəlməliyik ki, olsun 28. B variantı. Bunu artıq tapmamısınızsa gözümə görsənməyin. Keçdim. Sonra. Hə, axır ki, bu sualdan danışdım, bəxti açıldı bunun. Mətn prosesorunda hazırlanmış sənədin ilkin variantı 4 abzasdan ibarətdir. Birinci abzas, ikinci abzas, 3, dördüncü abzas. Yəni, baxın, 4 dənə abzasımız var bizim. Laf yazıram bura 1, 2, 3, 4. Yəni, bunun üçün heç sizin Word proqramı falan açmağınıza ehtiyac yoxdur. Yuxarıdakı qaydada ardıcıl düzülmüş abzaslar üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir deyir. İkinci abzas seçilir və Ctrl-X düymələri birgə basılır. İkinci abzası seçdik. Ctrl-X nəticəsində bu buradan götürüləcək, kat eləyəcək, kəsdi. Yoxdur artıq orada. Oldu, bu kəsmə əməliyyatıdır. Oldu, bura bir dənə plus. Oldu, kəsdi. Mübadilə buferinə düşübmü? Bəli, düşüb. Mübadilə buferinə düşür, sonra da yapışdıra bilirik. Oldu. Sonra birinci abzasın əvvəlinə kursor gətirilir. Birincinin əvvəlinə kursor gətirilir. Kursor nədir? Yanıb sönən xət. Kursoru bura gətirdik. Deyir, əvvəlcə Ctrl-V düymələri birgə basıldı. Nəyi kəsmişdik? İkinci abzası kəsmişdik, düzdür? Ctrl-V-yə klik elədiksə nə olacaq? 2 gəlib düşəcək bura. Görürsünüz, 2 gəldi, düşdü bura. Kursor da buradadır hal-hazırda. Deyir, daha sonra Enter düyməsi basılır. Enter nə edir? Enter kursorun sağındakı mətni götürür, atır bir abzas aşağıya. Yəni, bunlar yanbayandırlarsa, aşağıya atacaq. 2, 1, 3, 4 olacaq. Yəni, 2-nin sağında deyildi 1, 1, 3, 4. Artıq düşür aşağıya, 1, 3, 4 aşağıda olur. Oldu? Yəni, bunu demək istəyir. İkinci cümlə getdi. Sonra davamında 3-cü abzas seçilir və Ctrl-C düymələri birgə basılır. 3-ü seçdik, Ctrl-C-yə klik elədik. Bu kopyalama əməliyyatı abzasda yerində qalır. Əla. Davamında bu cümlə gedəndən sonra 4-cü abzas, 4-cünün sonuna kursor gətirilir. Kursoru gətirdik. Bunu kopyalamışıq ha. İndi kursoru gətirdik 4-cünün sonuna.
Deyir ki, əvvəlcə enter düyməsi klik olunur. Enter klik eləyəndə artıq kursor aşağıya düşür. Yəni o deməkdir ki, kursor aşağıya düşürsə, bir dənə buranı silə bilsəm, planşet donub. Aha, axır ki. Deməli, kursor enter klik eləyəndə düşür aşağıya, yəni bura. Və nə deyir? Deyir, Ctrl-V düymələri birgə basılır. İndi Ctrl-V-yə klik elədik. Nəyi kopyalamışdıq sonuncu dəfə? 3-ü. 3 gəldi, dayandı burada. Oldu, burada bir dənə plus. Sonra davamında yazıb ki, 5-ci anlayış olaraq 4-cü abzas seçilir və delete düyməsi basılır. 4-ü seçdik, deletedən istifadə ediriksə bu yoxa çıxır. Və nəticədə belə bir şey qalır. Deyir ki, yekunda nə cür düzülmüş olacaq abzasların ardıcılığı? 2, 1, 3, 3, yəni nə? D variantı. Oldu. Qısa bir şəkildə yenə təkrarlayıram. Enter sadəcə bilin ki, abzas üçündür. Heç enterə fikir verməsəniz də yenə ardıcılığı düzgün formada almış olacaqsınız. 3-4 dənə abzasdır. Ctrl-X düyməsi ikinci abzas seçildikdən sonra basıldı. Kəsdik, götürdük. Yoxdur artıq orada. Bu cümlə getdi. Birinci abzasın əvvəlinə kursoru gətirdik. Ctrl-V-yə klik elədik. 2 düşdü bura. Sonra deyir enterə klik olundu. Enterə klik olunanda 1-3-4 düşür, sürüşür aşağıya. Göz qaldı belə. Bu cümlədə getdi. Üçüncü abzas seçilir, Ctrl-C-yə klik olunur. Seçdik, kopyaladıq, özü də qalır yerində. Dördüncü abzasın sonuna kursoru gətirdik. Bir əvvəlcə enter klik olundu. Enter klik olunanda düşdü həmin abzas aşağıya. Yəni boşluq aşağıya, kursor aşağıya. Və deyir Ctrl-V klik olundu. 3-ü kopyalamışdıq deyə 3 düşdü bura. Bu cümlədə getdi. Düzdür? Bunlar da getdi. Dördüncü abzas seçilir və delete düyməsi basılır. İndi 4-ü seçdik, deleteə klik elədirsə silindi buradan. Nəticə deyir nə qalır? 2, 1, 3, 3. Yəni D variantı. Məncə elə dəhşətli bir şey olmamalıdır. Sonra keçdik. Görüm yenə sual falan yeməmişəm əvvəldə. Sonra deyəcəksiniz, müəllim fırladır. Gəldik bura. Hə, xaric etmə qurğularını deyir seçin. Baxsaq, Skyner nədir? Daxil etmə qurğusudur. İdarə pultu nə idi bizdə? Neyman arxitekturasının xarici periferiya hissəsində olan bir anlayış idi. Bunda xaric etmə qurğuları ilə əlaqəsi yoxdur. Sistem interfeysi əlaqələndirən vasitədir. Xaric etmə qurğusu plotterdir, printerdir. Düzdür? Bunları artıq əzbər bilirik. Ana plata yox, prosesor yox. Oldu 4-5 variantı. Düşdük. Qurulmuş diaqramın aşağıdakı cədvəlin A2-S2 diapazonuna uyğun olması üçün. Bu sual bu il düşə bilər. Sırf bu yol 2016-cı ilin qəbul sualı düşər. Bu model yox, onlayn sınaq sualı deyə biraz çətindir. Amma eyni şey deyə belə baxın da yəni. Yəni bu sual tipini çox gözləyirəm ki, bu il düşsün qəbula. Mən özdə çox sevirəm bu sual tipini. A2-S2 diapazonuna uyğun gəlməsi üçün elektron cədvəl fraqmentində A1 xanasının içərisinə hansı mənfi olmayan tam ədəd yazılmalıdır deyir. İndi deməli başlayırıq. Baxın A2-S2 diapazonuna uyğun olması üçün deyir, düzdür? Bura uyğun gəlməsi üçün. Görək nə yazılmalıdır bu xanaya. Başladıq. Ən birinci yazılıb A1 çıxılsın 3. A1 x-dir. Həll eləyəndə alınır. X çıxılsın 3 bölünsün. B1 çıxılsın 1. B1 6-dır. 6-dan 1 çıxanda oldu 5. Alındı belə bir şey. Sonra davamında bura A1 çıxılsın 3. Bura x-dir. X çıxılsın 3. Alındı. Bölünsün. S1 çıxılsın 5. S1'ə baxırıq 10'dur. 5 çıxanda oldu bura 5. Bunda yazdıq. Oldu. İndi davamında bura baxmış olsaq, yəni bu hissəyə. S1 bölünsün. S1 10'dur. Bölünsün A1 çıxılsın 3. Yəni x çıxılsın 3. Oldu. 10 bölünsün. X çıxılsın 3. Fikir verirsə 2 dənə eyni qiymət, bir dənə fərqli qiymət alındı. İndi yuxarıda da bizim bu qiymətlərə, bu xanalara uyğun qurulub da diaqramımız. Fikir verin, ikisi 25%'dir, bir dənəsi 50%'dir. Yəni iki dənəsi eynidir, bir dənəsi fərqlidir. Düzdür? Onda buradan belə nəticə çıxır ki, baxın burada bu iki dənə eyni olan hansı dilimlərə uyğundur? Bu qiymətlərə uyğun qurulub da bu 25%'lik hissələr, iki dənə eyni hissə. Oradan düşünürük ki, bu ikisi bizdə 25%'i bildirir. Görürsünüz 25%, 25%. Yerdə qalan bu da tək daxı fərqlidir. Bu da 50%'i bildirir. İndi biz 50%'i 25%'dən 50%'i almaq üçün nə etməliyik? 25'i 2'yə vurmalıyıq, düzdür? Görürsünüz, baxın, 25'i 2'yə vuranda 50% eləyir. Ona görə də fikir verin yuxarıda. Soldakı 25%'lik qiyməti götürüb 2'yə vuranda nə eləyəcək? 50%'lik qiymət eləmiş olacaq. Qalır bir dənə bunu həll eləmək.
Başlayıram həll eləməyə. 2-ni vuram yuxarıya. 2 vurulsun, x çıxılsın 3. Bölünsün 5. Bərabərdir. 10 bölünsün, x çıxılsın 3. İndi belə olandan sonra sürətli həll eləmək istəyirsinizsə, yəni götürüb x-in yerinə bir qiymət də yaza bilərsiniz. Oldu? Məsəl üçün x-in yerinə nə yazmaq olar? 10 nəyə bölünür? 1 2-yə bölünür, bir də 5-ə bölünür. Düzdür? Buranın 2 olmağı üçün x-in yerinə 5 yazmaq olar. Yazdım deyək ki, 5 çıx 3 oldu 2. Onu da 2-yə böləndə bura elədi 5. Bura 5 yazsam amma 5 çıxılsın 3. 2 eləyir, 2 dəfə 2 4, 5-ə bölünür 5-də 4. Bərabərlik ödənmədi. Bir də 15-ə bölünür. Düzdür? Aşağının buranın 5 olmağı üçün x-in yerinə nə yazmalıyıq? 8 yazmalıyıq. İndi 8 yazanda 8 çıxılsın 3 5 eləyir. Onu 5-ə böləndə 2. 8 yazanda 8 çıxılsın 3 5 eləyir. Bunlar gedir bir-birindən. Burada da qalır 2. Yəni o deməkdir ki, x 8 olmalıdır. Və yaxud da bir-biri həll eləmək istəyirsinizsə, çarpaz bunları vuracaqsınız bir-birinə. Bu x çıxılsın 3-ü çarpaz vururam. Olur 2 vurulsun. X çıxılsın 3, vur, x çıxılsın 3. Bərabərdir 5 vurulsun 10. Yəni tənasüb kimi. 50. İndi nəyi 2-yə vuranda 50 eləyir? 25-i. Deməli, x çıxılsın 3 vurulsun, x çıxılsın 3. 25-dir. Görürsünüz 25. Yazdım bura 25. Düzdür? İndi 25 nə ilə nəyin asılıdır? 5 ilə 5-in. Deməli, bura da 5-dir, bura da 5-dir. Yazırıq. X çıxılsın 3. 5-ə bərabərdirsə, nədən 3 çıxanda 5 eləyir? 8-dən. X də bərabərdir 8-ə. Və yaxud da yazacaqsınız x çıxılsın 3-ün kvadratı bərabərdir 5-in kvadratına. Kvadratları atanda yenə bura almış olacaq. Tapdıq ki, x neçə olmalıymış? Olmalıymış 8. Yəni buraydı da bizdə x. Ona görə deməli A1 xanasına 8 qiyməti yazılmalıymış. Çalışın təkrar baxın, önəmli sualdır. Oldu? 2016-cı ilin qəbul sualında nisbətən x-lı filan birləşmə çox alınmırdı. İndi onu da onsuz da görmüş olacaqsınız. Bəlkə də görmüşsünüz artıq. Deməli, gəldiyin növbəti suallara, yenə buraları ötürməmək üçün diqqətlə baxıram. İndi kontekstual, yəni əlavə açılan lent tablarını deyir seçin. Mən yenə şübhə ilə yanaşıram özümə. Baxın, görün başqa bir şey qalmayıb. Qalmayıb, hə. Kontekstual deyir, əlavə açılan lent tablarını seçin. Biz də artıq bilməliyik ki, formatla layout əlavə açılır. Yəni 2 ilə 4. Slideshow var. Animation var PowerPoint-də. Transition var, Home var. Oldu. Bunlar əsas tablardır. Kontekstual əlavə açılan əlavə lent tablarıdır. 2, 4. Sonra qaldı 2 dənə sualımız. Başqa sual yoxdur. Əla. Kompüterə məxsus şəbəkə kartının MAC ünvanı 16-lıq say sistemində bu şəkildə verilir. Bu şəkildə yazılır deyir. İkilik say sistemində olan aşağıdakı kodların köməyi ilə bu ünvanı hansı ardıcılıqla təsvir etmək olar deyir. Baxın, götürüb bu sualı 1-1 ikilik say sisteminə çevirməliyik biz. Bunları da ikilik say sisteminə çevirəndə hansı ədədlər alınırsa, o ardıcılıqla quracaq, gedəcək. Oldu. Bir də ki, çox getdim. Bir də ki, burada fikir versəz, ədədin əvvəlində 0-0'lar yazılıb ki, yəni hamısı eyni düzümdə, eyni sayda olsun. Oldu. İndi 16-lıq say sistemindədir. Yenə düşdüm aşağıya. 16-lıq say sistemindədir. Bu ardıcılığı sadəcə ikilik say sistemindən ifadə eləməliyəm. Məntiqli bir şəkildə sürətli yazacağam. 12 cüt ədəddə, düzdür? 16-lıq say sistemində verilmiş 12 cüt ədəddir. Biz bunu ikilik say sisteminə çevirəndə mütləq nə olmalıdır? Cüt ədəd olmalıdır. Əgər 12 cütdürsə, ikilik say sistemindəki qarşılığı da cütdür. İkilik say sistemində cüt ədəd necə seçirdik? Axırına baxırdıq. Axırı 0-la bitirsə, deməli cütdür. Axırı 1-lə bitirsə, deməli artıq təkdir. İndi 12 cüt olduğuna görə 12-yə bu kodlardan hansı uyğun olar? Ya 2 uyğun olar, ya da 3 uyğun olar. Düzdür? Deməli 1-dir, 4-dür, 5-dir, 6-dır olmaz. Ona görə bizim 12 uyğun olan kodumuz ya bu, ya budur deyə variantımız da ya 2 ilə, ya da 3 ilə başlamalıdır. 6 ilə başlayıb getdi, 4 ilə başlayıb getdi. Görürsünüz 6 təkli axı sonu 1 var. 4 təkli sonu 1 var. Oldu? Sonra 1 ilə başlayıb sonunda 1 var. Bu da təkdir. 12-ni çevirəndə biz belə gedəndə, ikilik say sisteminə çevirəndə, yəni daha doğrusu onluğa çevirib, lap ikiliyə çevirəndə heç bir şəkildə gəlib, yəni axırı 1 ilə bitən bir şey almayacağıq. Deməli cavab olacaq ya B variantı, ya C variantı. Yenə təkrarlayıram. 12 cüt ədəddir, düzdür? İkilik say sisteminə də yenə mütləq bu cüt olmalıdır. Oldu? Ona görə axırı 0 ilə bitənlər cütdür deyib 2 ilə 3'ü saxladıq. Bir də baxın, sonuna baxsaq. Ən sonuna görək nəyi yazmalıyıq? Görürsünüz 2 ilə 3 ilə başlayır. Bunlar düzür. İndi ən sonuna baxsaq.
3 tək ədəddir. Düzdür? 0,3 elə 3 demək. 3 tək ədəddir. Düzdür? Deməli, ikilik say sistemində bunun qarşılığı da tək ədəd olmalıdır. Yəni, axırı 1 ilə bitən bir şey olmalıdır. İndi C variantına baxın, 2 yazılıb. Amma 2 cüt ədəddir axı. Düzdür? İkinci verilən burada cüt ədəddir. Ona görə biz götürüb bu kodu 3-ün şifrəsi kimi düzə bilmərik ən sonda. Oldu? Ona görə deməli 2 olmayacaq. C variantına 2 yazılıb. Bunu da atdıq. Doğru cavab qaldı B variantı. Baxın 3-ün yerinə 1 yazılıb. Görürsünüz 3 təkdir. 11 də həqiqətən təkdir. Ona görə nə olmalıydı? Görürsünüz 1 ilə bitə bilər. Olmalıydı. B variantı. Bəs deyirsiniz ki, birdən belə olmadı, nə edəcəyik? Təbii ki, siz götürəcəksiniz 16-lıq say sistemi deyil. Yuxarısını 0,1 yazıb birinci onluğa çevirəcəksiniz, sonra da 2-yə belə gedəcəksiniz. Amma elə belə olacaq. Bu sualı ilə ona görə belə veriblər ki, hamı qorxsun ki, ay nə boydadır, bunu nə vaxta qədər çevirərək qutararıq. Belə sürətli bilə bilirik ki, artıq nədir? Oldu. Görürsünüz, 2 dənə şeyə baxıb sürətli bir şəkildə cavabımızı seçmiş olduq. Qaldı nəhayət bir dənə sual. Bura Windows 7 yazılıb, siz 10 eləyin. Mümkün fayl adlarını seçməliyik. Sual işarəsi də, ulduz işarəsi də olmaz. Düzdür? Böyük kiçik işarələri, dırnaq işarələri, bunlar da bizim yazılışımızda olmaz. Slash işarələri ortadan qat olmaz deyə 1, 4, 5 olmaz. 1, 4, 5 olan variantları atırıq. Nə qaldı? Heç bir variant qalmadı. Baxın, görün 1, 4, 6 olan variantları daha doğrusu atırıq. Heç bir variant qalmadı deyirəm. 1, 4, 6-nı atandan sonra qaldı bir dənə D variantı. Yəni 2, 3, 5. Bunlar bizdə mümkün fayl adlarıdır. Yəni, bununla da doğru cavabımızı müəyyənləşdirdik. Axır ki, ümid edirəm ki, heç bir sual ötürmədən gəlib doğru cavabı tapdıq. İndi, vay o günə ki, indi bu suala izaha tam baxmayıb, ay müəllim, filan sualı ötürdünüz, filan. Buna görə hər biriniz mənə bir dənə mesaj yazasınız. Onda mənim günüm qaradır. Ümid edirəm ki, yaxşı olacaq. Belə uşaqlar, çalışın ciddi alın bu sualları. Görəm artıq azalma müşahidə olur yazanlardan. Yadda saxlayın ki, çox insan bir yola başlayır, bir işə başlayır. Onlardan bir çoxu davam eləsə də, bir hissəsi davam eləsə də, yəni axırda çox az insan nəticəyə gəlir çıxır. Axıra qədər davam elətdirir, axıra qədər gəlir çıxır. Siz o axıra qədər gəlib çıxanlardan olmalısınız ki, onlar arasında da uğurlu insanlar kimi seçilə biləsiniz. Oldu, ona görə axıra qədər davam eləyin, az-az eləyin bu sualları. Görürsünüz, gündə 25 sual nə qədərdir ki, hamınızın məncə vaxtınız var, bəhanə eləməyin. Az-az olsun, davamlı olsun. Həvəsdən də düşməyin, yaxşı olacaq yəni. Oldu. Bir növbəti dərsdə görüşərik. Həmişə yadından çıxmayan cümlə. Uğurlar, hələlik.